adamdan müraciət edən pasiyentimizdir. 63 yaşı var. Günara xanım, nədir şikayətiniz? Dizimin ağrıyor, dizim ağrıyor. Hər gün dizinizdə ağrı olurmu? Hər gün, gecə gündüz hər gün. Hər gün. Yeriyən zaman ağrılarınız artır? Çox. Çox. Yəni bir 200-300 metr məsafəni ağrısız gəzə bilirsiniz? Gəzə bilmirsiniz. Ağrı kəsicilər istifadə edirsinizmi? Elə o həkim yazan dərmanlar. Bir dəfə həkimdə olmusunuz, bu sizə ağrı kəsici müalicə yazıbdır, onu istifadə eləmişsiniz. Effekt olmayıb amma. Xeyr, oldu. Bir də təzdən getdim, o dərmanlar aldım, elə dedim yenə olmaz. Deməli, içəri tərəfdə, oynaqda demək olar ki, medialda qığırdaq qalmayıb, sümük kənardan sümük çıxıntılar, osteofitlər yaranıbdır, degenerativ menis yırtıqları var. Bu uzun müddətli proseslə bağlı, degenerativ proseslə bağlı yırtıqlardır. Həmçinin subxondral skleroz dediyimiz, yəni qığırdağın altındakı olan sümük toxumasında qalınlaşma yaranıbdır, sümük iliyə ödemi də var və xanımı hər gün ağrılar incidir. Bu mərhələdə artıq konservativ müalicə, yəni dərman müalicəsi demək olar ki, effektsiz olacaq. Çünki qığırdaq o qədər yeyilib ki, artıq sümük sümüyün üzərindədir sanki. O hər dəfə bükülüb açıldıqca, siz yeridikcə sizi incidən ağrılar verir və gündəlik həyat keyfiyyətinizi pozur. Ona görə də sizə lazım olan müalicə əməliyyatdır. Əməliyyat diz endoprotezi dediyimiz əməliyyatdır. Həmən o qığırdağın yeyilmiş hissələrini biz bir implantla əvəz edirik. Qığırdaq o qədər yeyilib ki, sümük oturub sümüyün üstünə. Bəzən bu iki aradakı qığırdaq o qədər yeyilir ki, sümük sümüyün üstünə oturandan sonra ankiloz yaranır, donur oynaq. Öz-özünə donur, yəni adam yeriyə oynağı donur. Tam hərəkətsizlik olur, diz oynağı düppədüz qalır, ümumiyyətlə bükülmə sıfır olur yəni. Bunları eləyin, yaxşımı? Amma mütləq davamlı olaraq egzersizlərinizi, idmanlarınızı eləyin. Hətta quadriceps egzersizləri də eləyin. O bel ağrısı egzersizləri yanaşı, quadriceps yazın. Gəlin elə burada Qarabağ klinikasında MRT çəkdirin, onun diskinin cavabını götürün, gələndə baxaq, sonda yekunda bir yerdə qərar verək, yaxşı? Yeganə xanım bizə bu çanaq oynağında olan ağrılarla müraciət eləmişdi. Tam olaraq 2 il bundan öncə 1972 təvəllüddən olan bir xanımdır. Bu çanaq oynağında hər gün baş verən, keçməyən ağrılardan şikayətlənirdi. Bir özündən də dinləyək, bu proses necə oldu, bizə necə müraciət elədi, bizdən öncə nələr baş verdi, hamısını bizə ətraflı, detallı danışın ki, bizim hansı ki əməliyyatı gözləyən, əməliyyatdan qorxan, nə bilim dəfələrlə həkim axtaran pasiyentlərimiz də var. Onlar da bir məlumatlı olsunlar siz barədə. Çox rahat, heç nə hiss eləmədim, heç bir ağrı, heç bir əziyyət. Mən kənd yerində yaşayıram. Əvvəlki kimi öz nə işlərim varsa gəlib özüm görürəm. Çox rahat. Bugünkü ağrısız həyatıma görə başda ilkin doktora, Qarabağ klinikasının rəhbərliyinə, bütün heyətinə öz minnətdarlığımı bildirirəm. Yaxşı ki, Azərbaycanda bu cür həkimlərimiz var. Yəni sizə heç bir əməliyyatdan sonraki dövr sizə heç bir məhdudluq yaratmırdı? Yox, heç bir. Çox. Bir ay bu əməliyyatın məsəl üçün mənim üçün bir ay keçimi oldu. Bir aydan sonra yenə əvvəlki öz həyatım deyirəm.